Bu ümmət həmin ümmətdir ki, öz peyğəmbərlərinə xəyanət etdilər. Bu ümmət həmin ümmətdir ki, peyğəmbərin cənazəsi hələ layiqincə dəfn olmamış, onun vəsisinə üsyan edib, vilayəti qəsb etdilər. Bu ümmət həmin ümmətdir ki, peyğəmbərin əhli beytinin qapısına od vurdular. Bu ümmət həmin ümmətdir ki, peyğəmbərin məzarının torpağı hələ qurumamış, onun qızını şəhid etdilər. Bu ümmət həmin ümmətdir ki, öz imamlarının başına səcdə zamanında qılınc vurdular. Bu ümmət həmin ümmətdir ki, Qur'an-ı Kərimi nizəyə vurdular. Onu dəfələrlə yandırdılar. Bu ümmət həmin ümmətdir ki, peyğəmbərin övladının başını isti qum üzərində susuz kəsdilər. Ailəsini əsir etdilər. Bu ümmət həmin ümmətdir ki, dini təhrif etdilər, şəriəti parçaladılar. Bu ümmət həmin ümmətdir ki, Kəbə evinə od vurdular, onu dəfələrlə dağıtdılar. Bu ümmət həmin ümmətdir ki, uşaqbazlığa, transseksuallığa, zinaya və fahişəliyə meyillidir. Bu ümmət həmin ümmətdir ki, yalnız bir-birinə düşməndirlər. Bir-birlərini kafir adlandırıb lənət oxuyurlar. Bu ümmət həmin ümmətdir ki, Allahu Əkbər deyərək günahsız insanların başını kəsirlər. Bu ümmət həmin ümmətdir ki, özlərini yalandan Əhl-i Beyt tərəfdarı adlandırıb, həqiqətən isə Əhl-i Beytə xəyanət edərək qeyrilərinin saxta vilayətlərinə sarılıblar. Bu ümmət həmin ümmətdir ki, özlərini peyğəmbərin sünnəsinin davamçıları adlandırıb, lakin onun sünnəsini ayaqlar altında tapdalayırlar.